Salam. Bu gün biz ABB Mobile tətbiqində yenicə istifadəyə verilmiş ABŞ istiqrazları haqqında danışacağıq. Və burada mənim suallarıma Vasif bəy və Fərid bəy cavablandıracaq. Mən elə ilk sualı ünvanlamaq istirdim. Vasif bəy, ABŞ istiqrazları, ümumiyyətlə istiqrazlar necə bir investisiya alətidir və onun ən çox investorların öyrəşdiyi səhmlərdən əsas fərqi nədir? Təşəkkür edirəm Elçin bəy. İstiqrazlar şirkətlərin, dövlətlərin və ya müxtəlif təşkilatların borc kapitalı cəlb etmək üçün buraxdığı qiymətli kağızlardır və səhmlərdən əsas fərqi odur ki, istiqraz borc müqaviləsidir, mülkiyyət haqqı vermir və bitmə tarixi mövcuddur. Bəs sadə dillə desək, istiqrazlar ənənəvi olaraq hansı alətə daha yaxındır mahiyyət etibarı ilə? Bank depozitlərinə. Necə ki, müştərilər banklara depozit yerləşdirirlər və müddətin sonuna qədər faiz gəliri əldə edirlər. Depozitlər də məntiq olaraq eynidir. Müştərilər hər hansı bir şirkətin və yaxud da bunu dövlət buraxırsa dövlətin istiqrazlarını alırlar və həmin o istiqrazın bitmə müddətinə qədər faiz gəliri əldə edirlər. Biz danışırıq ABŞ istiqrazlarından. Sualım odur ki, ABŞ istiqrazları dedikdə nə nəzərdə tutulur? Yəni hansı növ istiqrazlardan burada söhbət gedir? 3 növ istiqraz var. ABB Mobile təklif elədiyimiz. Bunlar birincisi ABŞ dövlətinin buraxdığı istiqrazlardır. ABŞ xəzinədarlığının bondları və notları. Bununla yanaşı korporativ istiqrazlar, yəni şirkətlərin borc kapitalı cəlb etmək üçün buraxdığı istiqrazlar. Bura məsələn Microsoft, Johnson kimi şirkətlər artıq istiqrazlarını ABB Mobile-da tapa bilərik. Bununla yanaşı digər ölkələrin Amerikada buraxdığı, dollarda buraxdığı istiqrazlardır. Məsələn, Türkiyə və yaxud da Kolumbiya, Meksika dövlətlərinin Amerikada buraxdığı istiqrazlardır. Siz ABŞ istiqrazları dediniz, mən sualımı vermək istəyirdim. ABŞ istiqrazları, dövlət istiqrazları bildiyim qədər investisiyaların arasında ən risksiz investisiya aləti sayılır. Mən istəyərdim ki, siz bu barədə biraz ətraflı danışasınız. Niyə məhz ABŞ dövlət istiqrazları ən risksiz investisiya aləti sayılır? Çox gözəl sualdır. Faktiki olaraq dollarla olan investisiyalar içində ABŞ xəzinədarlığının istiqrazları bir növ risksiz faiz dərəcəsi kimi qəbul edilir. Bunun da arxasında ABŞ dövlətinin, ABŞ iqtisadiyyatı dayanır, ABŞ dövlətinin kredit tarixçəsi dayanır və həmçinin ABŞ istiqrazları ilə olunan ticarətin həcmi dayanır. Bəs burada bir sual yaranır. Ümumiyyətlə biz səhmlərdən danışanda adətən investorlar səhmlərin qiymət dəyişkənliyinə daha çox belə deyək diqqət yetirirlər. Bildiyiniz kimi səhmlərin qiyməti həm gündəlik əsasda, həm həftəlik, aylıq əsasda dəyişə bilir, yüksələ bilir, azala bilir. Qiymətlər bazarda volatillik müşahidə olunur. Bəs istiqrazların investorlara ən çox maraq göstərdiyi səhmlərdən əsas fərqi nədir? Yəni biz bildiyiniz kimi artıq 3 ilə yaxındır ki, ABŞ səhmləri ilə ticarət aparılır. İndi isə ABŞ istiqrazları ilə ticarət imkanı yaranır. Yəni bu iki alətin, investisiya alətinin biri digərindən əsas fərqi nədir? Yəni istiqrazların səhmlərdən fərqləndirən hansı cəhətləri qeyd edə bilərsiniz? İstiqrazların səhmlərdən bir başqa fərqi də odur ki, onların bazar dəyəri səhmlərin bazar dəyərinə nisbətən daha az volatildir və istiqrazların bazar dəyərinə bir neçə amillər təsir göstərir. Bunlardan biri kredit riskidir, yəni emitentin investorlara vəd etdiyi ödənişləri vaxtı-vaxtında yerinə yetirməmə riskidir. Qeyd etmək lazımdır ki, əgər investorlar istiqrazları bitmə tarixinə qədər saxlamaq niyyətindədirlərsə, faktiki olaraq onlara təsir edən əsas risk kredit risk, emitentin kredit riskidir. İstiqrazların bazar dəyərinə təsir göstərən bir başqa amil də bazar riskidir, bir başqa deyimlə desək, faiz dərəcəsi riskidir. Bildiyiniz qədərilə bazarda faiz dərəcələri artdıqda istiqrazların bazar dəyəri düşür və əksinə bazarda faiz dərəcələri aşağı düşdükdə istiqrazların bazar dəyəri qalxır. Aydındır. Vasif bəy kredit riskindən danışdı, bildirdi ki, müxtəlif istiqrazların müxtəlif kredit riski var. Biri yüksəkdir, biri daha azdır. Bilmək istəyərdim, kredit riskləri ümumiyyətlə haradan investor bu barədə məlumat əldə edə bilər? Yəni o bunun üçün nə etməlidir? Yaxşı xəbər odur ki, bunu dünyanın bir sıra mötəbər şirkətləri, S&P, Moody's və Fitch kimi şirkətlər daimi olaraq dövlətlərin və şirkətlərin kredit risklərini analiz edir, təhlil edir və onlara bir reytinq verirlər. Və investorlar da biraz araşdırma aparmaqla həmin bu reytinqləri tapa bilər və həmin şirkətlərin və dövlətlərin nə dərəcədə etibarlı olduğunu müəyyən edə bilərlər.
Əsas məsələ odur ki, bu reytinqlər statik deyillər. Yəni bu dinamikdir. Daimi olaraq şirkətdə və ya dövlətdə nəsə bir neqativ və ya da pozitiv hal baş verdikdə müvafiq olaraq reytinqə də bu təsir eləyir və reytinqdə uyğunlaşdırılır həmin o şirkətin və yaxud da dövlətin riskli dərəcəsinə. Mən anladığım qədər istiqrazların bu kredit riski əlbəttə ki, bu borc aləti olduğu üçün bilavasitə onun belə deyək, bazar dəyərinə təsir eləyir. Mən başa düşdüyüm qədər kredit riski nə qədər yüksək olarsa, istiqrazın bazar dəyəri bir o qədər aşağıdır, amma siz eyni zamanda faiz dərəcəsi riskindən də danışdınız. Dediniz ki, kredit riski ilə də yanaşı faiz dərəcələri də təsir eləyir. Bəs investor bunu necə özünü bu cür risklərdən sığortalaya bilər? Yəni ümumiyyətlə bu necə təsir eləyir istiqrazın bazar dəyərinə? Deməli, bazar dəyərinin, faiz riskinin bazar dəyərinə təsirini bir nümunə ilə göstərmək istəyirəm. Misal üçün, investor $1000 dəyərində istiqraza sahibdir, hansı ki 4% kupon vəd edir və təsəvvür edin ki, oxşar keyfiyyətləri olan emitentin bazarda hazırda istiqrazları 6%lıq gəlirliklə təklif olunur. Bunun üçün investor artıq bu özündə olan istiqrazı satmaq istəsə, məlum məsələdir ki, $1000 bunu heç kim əldə etməyəcək. Çünki istiqraza investisiya etmək istəyənlər 6% ilə bazarda alternativ başqa emitentlərin oxşar istiqrazlarını əldə edə bilər. Və bundan dolayı istiqrazı satmaq üçün investor məcburdur bunu $1000-dan ucuz satsın. Yəni bazarda faizlər qalxıb deyə, artıq 4-dən 6-ya qalxıb deyə, faktiki olaraq investor istiqrazını daha ucuz satmalı olacaq ki, istiqrazı əldə edən bir başqa investor 6%lıq gəlir gözləntisini doğrultsun. Və ya əksinə, əgər faiz dərəcələri düşübsə, siz nə vaxtsa daha yüksək kupon faizi ilə almısınızsa, indi düşübsə o daha cəlb edici görsənir və onun bazar eyni qaydada artıq təsəvvür edək ki, faiz dərəcələri düşüb 2%-ə, investor bunu artıq 4% ilə satmaqda maraqlı deyil. Çünki zaten oxşar alətləri 2% ilə bazarda təklif edirlər və onlara kifayət qədər tələb mövcuddur və investor bunu artıq 1000 deyil, daha baha qiymətə sata bilər. Siz faiz dərəcəsindən danışırsınız, burada sual yaranır. Yəni istiqrazlarda ümumiyyətlə faiz dərəcəsi hansı bir göstərici ilə bildirilir? Yəni bu kupon faiz dərəcəsinin hesablanma qaydası necədir? Yəni nəyin üzərindən məsəl üçün müəyyən olunur ki, bu 6%-dir, 5%-dir? İstiqrazlar emissiya olunanda emitent şirkət həmin o verdiyi istiqraza uyğun faiz dərəcəsi vəd edir müştərilərə. Qeyd etdiyimiz kimi risksiz kağızlarda bu faiz dərəcəsi daha aşağıdır. Daha riskli kağızlarda isə faiz dərəcəsi, yəni kupon faizi daha yuxarı olur. Məsələn düşünək ki, $1000 5% ilə buraxılıb istiqrazlar. Bu deməkdir ki, illik 5% gəlir vəd edilibsə bu kağızlar. Yəni və yaxud da ki, illik $50. Biz bir dənə kağız alsaq $50 təbii ki ilə qazanacağıq. 2 dənə kağız alsaq, 2 istiqraz alsaq $100 və s. və s. Onu anlamaq olar ki, istiqrazı əldə edən investor həmin istiqrazdan daimi əsasda faiz gəlirləri əldə eləyəcək. Bəs bu faiz gəlirləri, yəni kupon ödənişləri adətən hansı tezliklə verilir? İldə bir dəfəmi, yoxsa ayda bir dəfə? Misal üçün depozitlərdə biz öyrəşmişik, daha çox aylıq əsasda biz faizlər alırıq. Bəs istiqrazlarda necə? Burada emissiya şərtlərindən asılıdır. Yəni emitentin müəyyən etdiyi şərtlərdən asılıdır. Burada aylıq, illik, yarım illik və yaxud da rüblik ödənilə bilər faiz gəlirləri. Yəni 5% biz deyək ki, yarım illik alırıqsa, 6 aydan bir $25 kupon faizi, yəni faiz gəliri əldə edəcəyik. Digər bir sual isə müddətlə bağlı məndə yaranır. Mən bildiyim qədər istiqrazlar müxtəlif müddətdə olur. Yəni hətta belə deyək, bir neçə aydan tutmuş 30 ilə qədər müddəti ola bilər. Bu barədə istəyərdim bilmək. Yəni adətən istiqrazlar korporativ istiqrazlar, misal üçün və ya da dövlət istiqrazları, onlar hansı müddətlərə buraxılır? Qeyd etmək istərdim ki, tədavül müddətindən asılı olaraq istiqrazlar adətən qısa müddətli, orta müddətli və uzun müddətli olaraq bölünür. Qısa müddətli istiqrazların tədavül müddəti 1 ilədək olur. Orta müddətli istiqrazların tədavül müddəti 1 ildən 5 ilədək olur və uzun müddətli istiqrazların tədavül müddəti 5 ildən artıq bir müddətdə olur. Bir başqa məqamı da qeyd etmək istərdim ki, adətən qısa müddətli istiqrazlar ki, bizim ABBN platformasında ABŞ xəzinədarlığının bir ilədək olan istiqrazlarını da investorlar əldə edə bilər. Onlar adətən diskontlu şəkildə buraxılır. Yəni istiqraz üzrə heç bir kupon ödənişi olunmur və investorun əsas gəliri istiqrazın əldə etdiyi bazar dəyəri ilə tədavül müddətinin sonunda əldə etdiyi nominal dəyəri arasındakı fərq olur.
O zaman biz deyə bilərik ki, diskontlu istiqrazlar üzrə faizlər əslində elə axırda ödənilmiş olur. Çünki müddət bitənə qədər faiz ödənişləri, kupon ödənişləri nəzərdə tutulmur. Amma mən bildiyim qədər əksər istiqrazlar adətən faiz dərəcəsi ilə buraxılır, mütəmadi ödənişlər olunur və Fərid bəy, burada mənim sualım yaranır ki, ümumiyyətlə hal-hazırda ABB Mobile tətbiqində neçə belə deyək, emitentin istiqrazları mövcuddur? Yəni çeşidimiz nə qədərdir? Çoxdur, azdır? Yaxşı sualdır. Kifayət qədər çeşidimiz var. Hardasa səhv eləmirəmsə 500-dən artıq istiqraz var. Emitent sayını olaraq açığı dəqiq yadımda qalmayıb, amma bildiyim qədər 200-dən artıq da emitent var. Yəni 200-dən artıq emitentdir. Şirkətin, təşkilatın biz istiqrazlarını əldə edə bilərik. ABB Mobile platformasından. Maraqlı bir məqam ondan ibarətdir ki, biz öyrəşmişik ki, səhmlər birjalarda ticarət olunur, məşhur Amerika fond birjaları, New York fond birjası, Nasdaq və s. Bəs bu istiqrazların ticarəti hansı platformada təşkil olunub? Yəni normalda insanlar istiqrazları ənənəvi olaraq həmişə telefon üzərindən, yəni ona xidmət edən investisiya şirkətinə zəng edərək həm qiymətlərini maraqlanırdı, həm alış-satış əməliyyatlarda bir qədər klassik üsullarla həyata keçirilir. ABB Mobile-da isə bu bir növ yenilikdir. Siz artıq qeyd etdiyiniz kimi elektron istiqrazların bilavasitə alınması və satılması həyata keçirilir. Bəs bu hansı platformalarda baş verir? Bu da mı fond birjasında həyata keçirilir alqı-satqılar, yoxsa digər platformalarda? Qeyd etdiyiniz kimi ilk növbədə bu tam elektrondur. Yəni burada artıq telefon, fiziki, ən azı bir kağızda sənəd doldurulmasına ehtiyac yoxdur. Birjalarda baş verir, amma bu bildiyimiz New York, Nasdaq kimi birjalar deyil. İstiqrazların özünün ticarəti üçün təşkil olunmuş xüsusi birjalar var və orada təbii ki, tələb və təkliflər orada toplanır və ticarət həmin birjalarda baş verir. Yəni qeyd etsək xüsusi birjalardır, New York, Nasdaq deyil, amma xüsusi istiqrazlar üçün müəyyən olmuş xüsusi birjalardır. Vasif bəy, mən özüm bu yaxınlarda özüm üçün istiqraz almaq üçün daxil olmuşdum platformaya və mən orada kupon faizi ilə yanaşı eyni zamanda gəlirlik göstəricisini də gördüm və açığı biraz təəccübləndim, çünki kupon faiz dərəcəsi ilə faktiki gəlirlik bir qədər fərqlənirdi. Bu barədə nə deyə bilərsiniz? Niyə bunların arasında cüzi də olsa fərq olur? Əslində çox gözəl bir sualdır və bu fərqin olmağı, gəlirlik və kupon dərəcəsi arasında fərqin olmağı kifayət qədər təbiidir, təbii bir haldır. Qeyd etmək istərdim ki, kupon dərəcəsi sabit bir dərəcədir, yəni istiqrazın faktiki olaraq investorun nominal dəyərinin ildə nominal dəyərindən əldə etdiyi faiz nisbətidir və bu tədavül müddəti boyu dəyişmir. Gəlirlik isə faktiki olaraq investorun əldə etdiyi qazancdır, effektiv gəlirlikdir. Hansı ki, ingiliscə buna yield maturity deyirlər. Bu faktiki olaraq istiqraz üzrə əldə etdiyi bütün kupon ödənişlərinin və ana məbləğin diskontlaşdırılaraq indiki zamandakı dəyərinə gətirib çıxaran effektiv faiz dərəcəsidir. Vahid effektiv faiz dərəcəsidir. Biraz texniki oldu bu cavab. Daha belə sadə dillə desək, bazardakı qiymətlərdən asılı olaraq gəlirlik mütləq şəkildəki dəyişəcəkdir. Çünki istiqrazın bazarda qiyməti statik qalmır. Burada müzakirə etdiyimiz amillərdən asılı olaraq dəyişir, amma kupon dərəcəsi dəyişmir. Lap sadə dillə desək, əgər düşünsək ki, istiqrazların bu dəqiqə ABB Mobile təklif olunan istiqrazların nominal dəyəri $1000-dır. Yəni sənin kupon faiz dərəcən, yəni gəlirliyin $1000 görə hesablanacaq. İstiqrazın bu dəqiqə bazar dəyəri, yəni sənin aldığın qiymət $1000-dan yuxarıdırsa, sənin yield maturity-nin Vasif bəy qeyd etdiyi kimi gəlirliyin aşağı düşür. Əgər sən $1000-dan aşağı alırsansa həmin istiqrazı, sənin yield maturity-nin gəlirliyin yuxarı olur. Bu da bayaq qeyd etdiyimiz kimi bir çox risk və kredit risklərindən və digər risklərdən asılı olaraq istiqrazın bazardakı qiyməti dəyişə bilər. Dediklərinizdən mən o qənaətə gələ bilərəm ki, investorlar istiqrazı seçərkən ilk növbədə baxmalıdır onun kupon faiz dərəcəsinə və eyni zamanda da gəlirliyinə. Çünki mən başa düşdüyüm qədər istiqrazdan investorun əldə etdiyi faktiki gəlirlik kupon dərəcəsi yox, məhz elə əsl gəlirlik göstəricisidir. Qeyd etdiyiniz o necə deyərlər, yield to maturity göstəricisi. Mənim burada digər bir sualım yaranır. Bu ticarət şərtləri ilə bağlıdır. İlk öncə saatlardan başlamaq istəyirdim. Yəni hansı saatlarda investorlar ABB Mobile tətbiqinə daxil olub bu istiqrazların alışı və satışını həyata keçirə bilərlər? ABB Mobile-da səhmlər almışsa, fikir vermişsə orada sifarişi 24 saat ərzində yerləşdirə bilərsiniz.
Amma istiqrazlarda biraz məsələ fərqlidir. İstiqrazlar yalnız bazar açıq olduqda sifariş qəbul edə bilirik. Yəni bu da bizdən asılı olmayan səbəblərdən. Yəni brokerin bizə təmin etdiyi şərtdən asılıdır. Yəni Bakı vaxtı ilə bu dəqiq qış vaxtı və Bakı vaxtı ilə 18:30-dan gecə saat 1-ə qədər müştərilər sifarişlərini yerləşdirə bilərlər. Səhmlərdən bir fərqi də ondan ibarətdir ki, sifarişlər günlük sifariş, gün içi sifarişlərdir. Yəni 18:30-da sifarişi yerləşdirdiniz. Əgər gün sonuna qədər, yəni gecə saat 1-ə qədər icra olunmasa sifarişiniz, həmin sifariş ləğv olur. Səhmlərdən bir fərqi də bundan ibarətdir ki, istiqrazlarda sifarişlər yalnız limit qiyməti ilə qəbul olunur. Yəni siz qiyməti özünüz əvvəlcədən müəyyən edirsiniz. Məsələn, almaq istəyirsinizsə müəyyən edirsiniz ki, məsələn $900 almaq istəyirəm. O zaman biz həmişə o qiymətə nisbətən $900 görə bazar qiymətini müqayisə eləyəcəyik və $900 və yaxud da daha yaxşı qiymət, yəni müştəri üçün daha yaxşı qiymət $900-ın aşağı olsa istiqrazın qiyməti həmin sifariş icra olunacaq. Satışda da bunun əksinədir. Əgər siz $900 qoymusunuzsa sifarişi, $900 və daha yaxşı qiymət müştəri üçün, yəni o deməkdir ki, $900 və ya daha yuxarı qiymətə sifariş icra olunacaq. Bir sözlə investor özü öz qiymətini müəyyən edə bilir və onu bir növ nəzarətdə saxlaya bilir. Yəni əgər misal üçün siz qeyd etdiyiniz kimi $900-dan alış qoyubsa, o zaman o deməkdir ki, ya 900 ya da $900-dan aşağı əgər bazarda təklif varsa o sifariş icra olunacaq, əks halda sifariş gözləmədə qalacaq və gün ərzində siz qeyd etdiyiniz kimi qüvvədə olur, gün sonunda isə icra olunmadıqda ləğv edilir. Buna görə də limit qiymətlərini günlük sifariş olduğu üçün, yəni səhmlərdən fərqli olaraq 90 gün qalmır da sifarişlərimiz aktiv. Günlük sifariş olduğu üçün limit qiymətini təyin edəndə müştərilər biraz daha diqqətli olması məqsədə uyğun olardı. Əgər bazar qiymətindən çox fərqli qiymət yerləşdirilirsə, sifariş icra olunmama şansı daha çoxdur. Aydındır. Ticarət saatları siz qeyd etdiniz. Aşağı-yuxarı demək olar eyni saatlarda istiqrazlar ticarət olunur. Bəs komissiyalarla bağlı nə deyə bilərsiniz? İstiqrazlar üzrə komissiyalar nə qədər təşkil edir? Yəni misal da çəkə bilərsiniz burada. İki növ komissiya var bizdə. ABŞ bazarında istiqrazlar ticarətində bir ticarət komissiyasıdır. Bu 0.2%-dir. Amma minimum $20. Yəni minimum $20 tutulur. Əgər tutmalı olduğumuz komissiya $20 keçirsə 0.2% ilə hesablanır. Bununla yanaşı safekeeping və ya da saxlama xərci var. Siz istiqrazı alırsınızsa, onun bir növ tədavül müddətinin sonuna qədər 0.05%-i müştəridən saxlama xərci olaraq tutulur. Bu nə deməkdir? Əgər siz 1 illik istiqraz almısınızsa, deyək məsələn də $1000-a 0.05% eləyir 50 sent. 50 sent eləyir. Yəni sizdən $1000 istiqraza görə 50 sent saxlama xərcində əvvəlcədən tutulur müştəridən. Burada bir məsələ var. Fikirləşirsiniz ki, əgər mən 1 il tədavül müddətinin sonuna qədər saxlamadım, istiqrazı bəs nə olacaq? Burada məsələn siz 6 ay saxlamısınızsa, istiqrazı həmin 6 aya görə saxlanma xərci müştəridən tutulacaq, digər 6 ay isə geri qaytarılacaq. Yəni 50 sentin 25 senti faktiki tutulacaq, 25 senti isə müştərinin satış əməliyyatı icra elədiyi vaxt müştəriyə geri qaytarılacaq. Bir dənə də məsələ safekeeping, yəni saxlanma xərci hal-hazırda tətbiq olunmur. Kompaniyada B-Mobile-da fevral ayından etibarən saxlanma xərcinin tutulması nəzərdə tutulur. Aydındır. Biz söhbətimizin əvvəlində istiqrazları bank depoziti ilə müqayisə elədik və müəyyən olundu ki, bank depozitlərinə nisbətdə istiqrazların bir sıra üstünlükləri var. Mən istəyərdim ki, bir balaca o barədə danışarsınız. Hansı üstünlüklər var? İnvestorların bilməli olduğu əsas belə deyək, fərqlər nədən ibarətdir? Bank depozitinə gəldikdə, bildiyiniz qədərilə banklar tərəfindən tətbiq olunmuş ümumi praktika odur ki, əgər müştəri depoziti vaxtından əvvəl çəkirsə, faiz gəlirinin ya tam hissəsini, ya əhəmiyyətli bir hissəsini itirmiş olur. İstiqrazlarda isə bu belə deyil. Çünki əgər investor istiqrazı nəqd vəsaitə çevirmək istədikdə, yəni bitmə tarixindən əvvəl satmaq istədikdə, o qiymətdən əlavə toplanmış faizi də əldə edir. Yəni bir başqa deyimlə heç bir itki baş vermir. Bu arada sual yaranır ki, ümumiyyətlə toplanmış faiz nədir? Bu necə hesablanır? Top və ya kupon faizinin qeyd elədiyi ki, $1000 görə 5%, $50 müştərinin illik faiz gəliri olacaq istiqraz üzrə. Toplanmış da son ödəniş tarixindən bu günə qədər müştərinin belə deyək balansına nə qədər pul toplanıb və istiqrazı saxladığı üçün o məbləğdir. Məsələn, son belə deyək də almışıq və yarım illik istiqrazda $25 artıq bizə ödənilib və növbəti 6 ay ərzində gözlənilir ki, $25 da bizə ödəniləcək. Və biz istiqrazı 3 ay saxlayıb 3 ayın sonunda satmaq istəsək, $12
$12,5 bizə pul ödəniləcək. Həmin o 3 ay müddətində istiqrazı saxladığımız üçün. Aydındır. Yəni hansı müddət saxlayırıqsa, o günlərə görə bizə həmin o toplanmış faiz hesablanır və ödənilir və bu qiymətin üstündə belə deyək də satıcıya ödənilir və depozitdə isə bu baş vermir. Depozit vaxtından əvvəl çəkəndə biz adətən toplanmış faizləri itirmiş oluruq. Yəni belə deyək, iki kupon ödənişi arasında investor əgər istiqrazı satırsa, o demək deyil ki, bu iki kupon arasında olan müddətə hansı ki faiz hesablanıb, müştəri onu əldə etmir. İkisinə bu satış zamanı nəzərdə alınır və həmin günlərə görə toplanmış faiz müştəriyə ödənir. Çox gözəl. Mən artıq sizin dediyinizdən belə anladım ki, yəni bank depoziti ilə müqayisədə istiqrazın həm də ki vaxtından əvvəl belə deyək də pula çevirmə, satışını həyata keçirməklə baş verir və bu halda da biz o müddət ərzində belə deyək qazandığımız toplanmış faizləri itirməmiş oluruq. Bəs burada bir belə sual yaranır ki, bank depozitindən fərqli olaraq bu istiqrazlar üzrə ödənilən faizlər eynimi vergi dərəcəsi tətbiq olunur? Ümumiyyətlə burada gəlirlərə tətbiq olunan hansı vergilər var? Hər hansı bir vergi tutulurmu? Çünki bildiyim qədər səhmlər üzrə də bizdə ödənişlər olur. Bəzi şirkətlər buraxdığı səhmlər üzrə öz gəlirindən, xalis mənfəətindən səhmdarlarına dividend verirlər və ABŞ-da tədavül olunan səhmlər üzrə bu dividend üzrə gəlir 30% təşkil edir. Ödəmə mənbəyində tutulur. Bəli. İstiqrazlarda vergi nə qədər təşkil edir? İstiqrazlarda hal-hazırda ABŞ dövlətində xarici vətəndaşlar üçün vergi tətbiq olunmur. Yəni həm kuponda, həm də ki əsas məbləğ ödənilən zaman heç bir vergiyə cəlb olunmur həmin gəlirlər. Burada həm də vergi belə deyək, vergi baxımından da üstünlüyü var. Çünki heç bir vergi tətbiq olunmur. Kupon ödənişləri olduğu kimi investorun hesabına köçürülür. Burada digər bir sual yaranır. İstiqrazın alışı üçün ümumiyyətlə hal-hazırda qeydiyyat prosesi və sair səhmlərdən fərqlənir, yoxsa eyni qaydada həyata keçirilir? Yəni istiqraz əməliyyatlarını etmək üçün investorlar eyni prosedurdan keçməlidir. ABŞ bazarında qeydiyyatdan söhbət gedir burada. Əgər müştəri artıq qeydiyyatdan keçibsə və səhm portfeli varsa və yaxud da portfeli yoxsa, qeydiyyatdan keçibsə ABŞ bazarında istiqraz əldə etmək üçün ikinci bir qeydiyyata ehtiyac yoxdur. Yəni investisiya müqaviləsi bir dənədir, qeydiyyat bir dənədir. Əgər yox müştəri sırf yeni müştəridirsə və gəlibsə ABŞ bazarında qeydiyyatdan keçmək istəyirsə, istiqraz almaq üçün deyək, onda təbii ki, yenidən qeydiyyatdan keçəcək və həmin o qeydiyyatla istiqraz ala bilər və yaxud da ki, qayıdıb ABŞ bazarında yenidən hər hansısa bir şirkətin səhmini əldə edə bilər. Yəni ABŞ bazarına qeydiyyat bir dəfədir. Bəs ABŞ istiqrazları əsasən hansı investor kütləsi üçün nəzərdə tutulub? Yəni sizcə kim daha çox bu istiqrazlara maraq göstərəcək? Qeyd olunan istiqrazlar ABŞ dollarında sabit gəlir əldə etməyi istəyən investorlar üçün cəlbedici olmalıdır. Əslində istənilən şəxs AB Mobile daxil olub, qeydiyyat yoxsa qeydiyyatdan keçib ABŞ istiqrazlarını əldə edə bilər. Yəni heç bir məhdudiyyət yoxdur. Minimum qiymət nə qədərdir sualı yarana bilər. İnvestisiya məbləği nə qədər olmalıdır? Burada qeyd etdiyimiz kimi 500-dən çox istiqraz var da AB Mobile-da. Aşağı həddi bir ədəd istiqrazın bazar qiymətidir, yuxarı həddi isə nəzərdə tutulmayıb, yoxdur. Yəni heç bir yuxarıdan məhdudiyyət nəzərdə tutulmur və investor hətta bir istiqraz belə əldə edə bilər. Düzdür? İstiqrazın 1 milyon nə qədər istəyir? Bu çox gözəldir əslində, çünki belə deyə, ənənəvi üsulla istiqrazlar alınanda adətən orada minimal investisiya məbləğinə dair məhdudiyyətlər var idi. Mən xatırlayıram ki, misal üçün əgər siz ABŞ dövlət istiqrazlarını almaq istəyirdisə, investor o minimum $50,000 investisiya etməli idi. İndi isə mən başa düşdüyüm qədər hətta bir istiqraz belə almaq olur və xatırladığım qədər ABŞ dövlət istiqrazları ən çox alınıb satılan, ən çox investorlar tərəfindən maraq göstərilən risksiz alətləri nominal dəyəri səhv etmirəmsə $100-dır. $1000-dır və bazar qiyməti də elə $1000 ətrafında dəyişir. $1000 ətrafında 900-1100 arası deyək də təqribən. Bu əslində çox gözəldir, çünki mən başa düşdüyüm qədər biz həm dövlət istiqrazlarını minimal investisiya həcmlərindən ala bilərik, həm korporativ istiqrazları. Korporativ demişkən tətbiqə daxil olub baxmışdım. Orada bir çox tanınmış şirkətlərin səhmləri ilə yanaşı istiqrazları da mövcuddur. Mən baxdım, hətta Apple, Microsoft, Toyota kimi şirkətlərin, Coca-Cola, BP, Johnson, Walmart, yəni çoxdur. Yəni bir çox şirkətlərin
istiqrazları mövcud AB Mobile-da. Çox maraqlıdır, çünki bu şirkətlərin biz indiyənə qədər yalnız səhmlərini alıb sata bilirdik. Aydın məsələdir, bu barədə biz danışdıq artıq. Səhmlər volatildir. İndi isə bu şirkətlərin borc alətlərini də ala bilirik və mən düşünürəm ki, müəyyən kateqoriya investorlar üçün əlbəttə ki, korporativ istiqrazlara da tanınmış şirkətlərin istiqrazlarını da almaq çox maraqlı olacaq. Həmkarlar, biz bayaqdan istiqrazların depozitlərdən fərqindən danışırıq, gəlirlikdən danışırıq, kupon və digər istiqraza xas olan əlamətlərdən danışırıq. Amma gün sonunda belə deyək, istiqrazı əldə etmiş investor hansı civarda gəlirlik əldə edə bilər? Yəni bununla bağlı mən başa düşürəm, faizlər tez-tez dəyişir bazar şəraitinə görə, amma biz hansı gəlirlikdən danışırıq? Yəni sabit gəlir dedikdə siz nəyə nəzərdə tutursunuz? Aydın məsələdir ki, dövlət istiqrazlarının gəlirliyi korporativ istiqrazlara nisbətən daha aşağı olur. Misal üçün, ABŞ dövlət istiqrazlarının gəlirliyi tədavül müddətindən asılı olaraq 3,5-4 arası dəyişir. Korporativ istiqrazlarda isə, misal üçün, böyük şirkətlərdən götürək, Coca-Cola-nı, BP-ni, onlarda hardasa 4%-dən 5%-ə yenə müvafiq olaraq tədavül müddətindən asılı olaraq gəlirlik dəyişir. Yəni mən başa düşdüyüm qədər tədavül müddəti uzun olduqca gəlirliyi də daha yüksək olur. Bəli, tamamilə doğrudur. Bir növ tədavül müddəti əlavə olaraq bu ingiliscə buna deyirlər maturity premium. Onu əlavə edir istiqraza. Və sadə dillə desək, adətən investorlar daha uzun müddət istiqraz sahibi olmaq üçün daha artıq gəlirlik tələb edir ki, bu da normal haldır. Maliyyənin təbiətində olan bir şeydir. Demək, qeyd etdiyiniz sabit gəlirli istiqrazın müddətindən asılı olaraq dəyişir və biz mütəmadi olaraq kupon ödənişləri alırıq və müddətin sonunda tədavül müddəti bitdikdə artıq istiqrazın nominal dəyəri bizə ödənilir. Mən bilmək istəyirdim, bu ödənişlər bilavasitə bizim bank hesabımıza köçürülür, yoxsa investisiya hesabına? Siz investisiya hesabı yaratdığınız zaman sizə bir investisiya cüzdanı da yaradılır, investisiya bölməsinin daxilində və investisiya istər səhəm olsun, istər istiqraz olsun, bütün pul axını həmin o cüzdan üzərindən baş verir. Yəni nəsə almaq istəyirsə, yenə də ora pul köçürməlisiniz, alış oradan olur. Eyni zamanda satanda da səhəm və yaxud da istiqraz olsun, həmin satışdan gələn məbləğ həmin cüzdana köçürülür. Eləcə də kupon faizləri və səhmlərdən aldığınız dividendlər. Yəni bütün pul axını həmin o cüzdan üzərində baş verir. Yəni bir vahid bir hesaba bütün vəsaitlər ora köçürülür, kupon ödənişləri də, nominal dəyərdə, ana məbləğdə ora köçürülür, dividendlərim də, əgər səhmlərim varsa, hamısı ora toplanır və mən bir hesabdan bütün investisiyalarımı idarə edə bilərəm. Bəli, əgər ehtiyac olarsa da ki, oradakı pulu çıxartmağa, orada da problem yoxdur. Həmin anında Voltdan pulu, ABB-də olan dollar və yaxud da manat hesablarınıza və yaxud da kartlarınıza köçürdə bilərsiniz. Bəs bu investisiya hesabından, cüzdan dediyiniz hesabdan biz bu vəsaitləri köçürərkən öz bank hesablarımıza hər hansı bir komissiyalar, məhdudiyyətlər nəzərdə tutulub, heç bir məhdudiyyət komissiya yoxdur. Əgər təbii ki, dollardan AZN hesabına köçürsəz, burada exchange, yəni valyuta mübadiləsinə görə faiz tutulur, amma belə birbaşa dollardan dollara köçürsəz heç bir komissiya tutulmur. Yəni zaten ABŞ istiqrazları ABŞ dollarında olduğu üçün köçürülən investisiya hesabına gələn vəsaitlər də dollarlandır və biz öz dollar hesablarımıza köçürəndə heç bir komissiya tətbiq olunmur. Yəni bu əslində çox yaxşı bir xüsusiyyətdir. Mən bir daha həmkarlar sizə təşəkkür etmək istəyirəm suallarıma ətraflı cavab verdiyiniz üçün. Mən bildirmək istəyirəm ki, mən uzun illərdir müxtəlif investisiya platformalarından istifadə etmişəm. Səhmlərlə ticarət bir çox platformalarda mövcuddur, amma sabit gəlir əldə etmək niyyətində olan investorlar üçün bu yaranan unikal bir şansdır və bu çox sevindirici haldır ki, artıq ABŞ səhmləri ilə yanaşı, ABŞ istiqrazları ilə də ticarət etmək imkanı yaradılıb ABB Mobile-da. Təşəkkürlər.